Salam Kamal, xoş gəlibsən. Salam, xoş gördük. Deməli, biz bu layihədə əsasən yuxarı kurs tələbələrini dəvət edirik. Onların universitetlə bağlı, oxuduqları ixtisasla bağlı fikirlərini alırıq. Lakin sən bildiyim qədərilə ikinci kurs tələbəsisən, hətta birinci kurs tələbəsisən, bəli. Səninlə isə əsasən sənin bir hekayən var. Cəlal Şöngörlə bir danışığınız olmuşdu. Bu məsələni müzakirə edəcəyik. Və eyni zamanda necə oldu ixtisas seçdin, ixtisas seçərkən nəyə fikirləşdin? Eyni zamanda mən bildiyimə görə Cəlal Şöngör sənə müəyyən məsləhətlər verib, o məsləhətləri də bizlə bölüşə bilərsən ki, başqa ixtisas seçən insanlar da onlardan faydalansınlar və eyni zamanda sənin təcrübələrindən faydalansınlar. Əvvəlcə özünü təqdim etməyini istəyirəm. Harda oxumusan, dərslərini necə oxumusan və s. Belə bundan başlayaq. Oldu. Mən Mənsimov Kamal, Bakıda dünyaya gəlmişəm və Bakıda təhsil almışam. Amma indi təhsilimi Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində davam etdirirəm. Əczaçılıq təhsili alıram. Dərslərini necə oxumusan dediniz. Hazırlaşarkən ən sevdiyim fən biologiya idi. Biologiya yönümlü idim, belə deyim. Əsas balımı da oradan toplamışam. Universitetdə də əsasən universitetdə belə deyim, bütün fənlərə müəyyən qədər marağım var. Ən sevdiyim fən də tarixdir. Biraz ixtisas xarici fən olsa da tarixi çox sevirəm. Biologiya ilə tarixdə fərqlənir. Bəli, ikisini qarışdırıram mən çox vaxt. Bir-biri əlaqələndirirəm müəyyən dərəcədə. Antropologiyanı da sevirəm ona görə. Belə, yəni sevdiyim fənlər də budur. Bəs ixtisasla bağlı danışaq. Ümumiyyətlə universitetdə hazırlaşan zaman hansı ixtisasda oxumağı planlayırdın? Bu barədə. Əslində biraz əvvəldən başlamaq istəyirəm. Uşaqlıqdan bəri mənim xəyalım futbolçu olmaq olub əslində. Futbolda gedirdim, idman sahəsində marağım çox idi. Sonra bir yerdə qırılma olur. Çox gəncdə olur bu. Ondan sonra iki həvəsim var idi. Bir də biznes idi əslində. Biznesdə əslində belə deyim, bizə yəni mən gördüyüm, belə deyim, yaxşı yaşayan insanlar əsasən biznes sahəsində uğur qazanan insanlar olurdu. Mən isə ona görə həmişə biznesə marağım olub. Amma biznesə olan marağım sadəcə məqsəd pul qazanmaq deyildi. Yəni mən uşaqlıqda belə ki, ehtiyac olmadığı halda belə nəsə alıb satmağı çox xoşlayırdım. Bəzən ailəm də buna qarşı gəlirdi. Çünki heç ehtiyac olmurdu. Yəni çox uşaq yaşlarda bunu eləməyi sevirdim mən. Nəsə satmağı xoşlayırdım, nəsə alıb satmaq, belə şeyləri çox xoşlayırdım. Fürsətləri dəyərləndirməyi. Uşaqlıqdan ona görə biznes sahəsinə həvəsim var mənim. Amma müəyyən yaşa çatdıqdan sonra biraz müzakirələr oldu evdə də ailəmlə. Qərara gəldilər ki, mən 9-cu sinifdə oxuyurdum onda. Dedilər ki, sən tibb sahəsinə yönəldək. Mən də əslində tibb oxumaq istəmirdim. Hətta bu Cəlal Şəngör olan videomda o arada baş verib. Nə görə tibb oxumaq istəmirdim, onu da deyim. Siz soruşmamış. Çünki tibb sahəsi biraz xidmət sahəsidir. Zaten tibb oxumaq üçün kifayət qədər bilik də lazımdır. Heç mən o qədər biliyə malikəm, o da biraz şübhəli məsələdir, amma yenə də mən sevdiyim bir sahə deyil. Yəni insan həyatına təsir etmək istəyirəm. Elm sahəsidir, buna görə müsbətdir, amma mən o sahədə çalışa biləcək biri deyiləm. Yəni mən daha çox sərbəst bir işi xoşlayıram. Yəni xidmət sahəsi olmasın. Yəni freelance da belə deyim, sərbəst bir iş. O səbəbdən tibb sahəsinə çox həvəsim yox idi mənim. Sən futbolçu deyəndə ağlıma gəldi ki, yaxşı Cəlal Şəngör soruşanda ona futbolçu deyirsən, futbolçu desəydin daha pis nəticələr, ağır nəticələr ola bilərdi. Biznesdən dedin ki, biznes insanlara sərbəstlik verir, eyni zamanda rifah səviyyəsi yüksək olan insanları görürsən ki, əsasən bizneslə məşğuldurlar. Səncə niyə belədir? Necə olur ki, bir həkim və ya bir müəllim biznes sahəsindəki birinə görə daha aşağı rifahla yaşayır? Belə deyim, əslində bunu həkimlər təmayül edə bilmərik. Çünki bu həkimin səviyyəsindən də asılıdır. Çünki çox yüksək miqdarda gəlir qazanan həkimlər var. Amma belə məqam var ki, o çox yüksək qazanan həkimlər də bir məqamda öz işlərini biznesə çevirən insanlardır. Nə mənada deyirəm bunu? Yəni bir sistem qurmaq lazımdır. Hansı sahədə olursunuzsa olun, müəllimlərə də aiddir bu. Müəyyən bir sistem qursa, çox qazanan müəllimlər var. Çox qazanan müəllimlər var kifayət qədər. Amma bunların hamısı müəyyən bir sistem ya da hansısa bir fürsətə dəyərləndirir. Məsələn, sosial mediada düzgün iş görən müəllimlər çox qazanır. Ya da bunu edən həkimlər çox qazanır. Biznes sahəsi elədir ki, yenə deyirəm, digər sahələrə ki, siz bir xidmət verirsiniz və onun müqabilində bir məbləğ alırsınız. Yəni siz işlədiyiniz qədər qazanırsınız. Amma biznes elə deyil. Siz bir sistem yaradırsınız. Siz işləməsəniz belə o sahədə qazana bilərsiniz. Yəni siz gedin istirahətə, sistem davam edirsə siz yenə qazanırsınız. Bu səbəbdən biznes sahəsi insan biraz maddi azadlığın açarıdır, amma əlbəttə düzgün şəkildə tətbiq etmək. Yəni bunu istəyən çox insan var, amma bunu doğru şəkildə edə bilən insan sayı azdır. O dediyin sistemi qura bilənlər azdır. Əlbəttə. Ümumiyyətlə bizneslə məşğul olan çox adam var, amma çoxluğun böyük əksəriyyəti sadəcə işin üzərində dayanaraq pul qazananlardır. Misal üçün deyək ki, birisinin bir şallıq sarayı var. Özü də şallıq sarayında işləyir, daima orada nəzarət edir
girişlərə, çıxışlara nəzarət edir. Bütün Şallıq sarayı ilə bağlı hər şey onun nəzarətindədir və Şallıq sarayı da işləyir, qazanır. Amma bir də o yol mümkündür ki, sistemi elə qurmaq ki, Şallıq sarayı o olmasa da işləsin. Bunu eləyərək biznes quranlar azdır, amma həqiqətən də əsl biznes orada başlayır. Çünki o sistemi qura bilmək həmin adama, həmin biznesmenə gedib başqa Şallıq sarayı açma imkanı verir. Amma qura bilməyən həmişə qalır o Şallıq sarayının içərisində və ikinci Şallıq sarayını aça bilmir və biz buna ingilis dilində deyirik scalability, Azərbaycan dilində isə miqyaslana bilmək. Yəni miqyaslana bilmir. Əla, mən də sevindim ki, sən biznesi həqiqətən bir problem həll etmək kimi, sistem qurmaq kimi görürsən. Çünki insanlar biznesi pul qazanmaq kimi görürlər, alver etmək kimi görürlər, amma əslində daha doğrusu biznesdə bir insanların bir problemi var, bir qrupun bir problemi var. Mən o problemi həll edəcəm, texnologiya ilə həll edəcəm və ya başqa formada həll edəcəm və ondan sonra o həll mənim əvəzimə işləyəcək və mən onun üzərindən pul qazanacağam. Əslində biznesi belə görmək çox daha faydalıdır. Bu arada o müəllimlərin, çox qazanan müəllimlərin və həkimlərin çox qazanmasının səbəbi elə onların da öz şəxsi brendinqlərini aparması və şəxsi brendlərini qurmasıdır. Bir növ o da sistem. Bəli, o da sistem. Yəni siz bayaqdınız məsələn dediniz Şadlıq sarayında məsələn elə idarə edir ki, özü giriş çıxışa baxır, yəni hər şey özü edir. Əslində bu da bir baxma xidmət sahəsinə girir. Yəni maaşlı işçidən bir fərqin olmur onda. Yəni sərf etdiyin saat olaraq, yəni eyni vaxtı sərf edirsən. Bəlkə biraz daha çox qazanırsan, amma eyni vaxtı sərf edirsən. Əsas bu da zamanın idarəsidir məncə. O çox qazanması da əslində orada biraz istismardan gəlir. Bəli. Yəni bir Şallıq sarayı işlədən bir adam özü ilə yanaşı orada başqa onlarla adamı işlədir. Onların müəyyən qədər maaşlarını kəsir, müəyyən qədər çox işlədir, müəyyən qədər təzyiqlər eləyir və onun nəticəsində qazanır əslində. Amma daha dəyərli qazanc texnologiyadan qazanmaqdır. Yəni misal üçün bir var 2 Şallıq sarayını düşünək, eyni qədər adama xidmət göstərilir. İkisi də 800 adama xidmət göstərir. Amma biri 100 adamdan həmin xidməti göstərir, biri isə 50 adamdan həmin xidməti göstərir. Amma 50 adam plus müəyyən avadanlıqlar, plus müəyyən iş axışları, məsələn mətbəxdə olan iş axışları var çoxlu. McDonald's-un kinosu var. Baxırsan, bəli, orada sırf dediyimiz bu məsələdən danışılır. Deməli bu adamlar restoranı açmamışdan əvvəl gedirlər. Bəli, gedirlər bir oyun sahəsində yerə çəkirlər mətbəxi və insanlar necə hərəkət edəcəklər ondan danışırlar. O dizaynın nəticəsində artıq 50 nəfərlə 100 nəfərin yaratdığı çıxtını yaratmaq olur və bunun nəticəsində o çıxtı 100 adam arasında bölünmür, 50 adam arasında bölünür və daha çox gəlir əldə edilmiş olur. Bəli. Bu biznes məncə də daha çox bu tip məsələlərdən ibarətdir. Əla, istəyirsən biz qaydaq Cəlal Şəngör məsələsinə, ümumiyyətlə o video harda çəkilib, necə oldu, ümumiyyətlə sən necə oldu ki, o tip tədbirlərə qoşulmağa başladın? Bunlar da bizim üçün maraqlıdır. Deməli mən 2023-cü il idi həmin il. Yavaş-yavaş elmi videolara maraq göstərirdim. Xüsusilə türk youtuberlara baxırdım. Evrim Hacı olsun. Yalnız youtuberlar yox, alimlər də. Bir veriliş var idi Türkiyədə. Orada Fatih Altaylı, İlber Ortaylı və s. Cəlal Şəngör də oradaydı. Yəni bu adamlara qarşı marağım yaranmışdı. Danışıqları mövzular mənə maraqlı gəlirdi həqiqətən də. Sonra 2023-cü ildə bəs dedilər ki, bura gəlir Cəlal Şəngör və İlber Ortaylı. Kitab imzalama günüdür. Mən də təsadüfən 2 ay əvvəl Cəlal Şəngörün kitablarının bəzilərini almışdım. Hətta böyük bir kitab var. Əslində o kitabı bura gətirmədim, amma Bakıdadır. Bilgi ilə söhbət kitabı böyük bir kitabdır. Nəsə o kitabla getdim ora ki, həm öz kitablarımı imzaladıram, həm də bəzi suallar verirəm Cəlal Şəngörə. Əslində orada suallarım elmi mövzular idi. Daha çox marağımda onlar idi. Tədbirdə oturduq, artıq kitab imza hissəsinə keçilirdi. Mən də arxada idim, dedilər sırayla gedəcəyik. Sonra Cəlal Şəngör birdən qalxdı, çıxdı çölə. Mən də dedim ki, həm gedərəm söhbət edərəm, həm də kitabımı imzaladaram Cəlal Şəngör. Mən də çıxdım. Çıxdım, tapa bilmədim. Bir də çölə çıxdım ki, belə çıxışın yanında çoxlu insan var. Mən də maraqlı gəldi, nə olub burada? Cəlal Şəngör də sənəmə ortadaymış, oturub ortada yerdə və söhbət eləyir, öz xatirələrindən danışır və s. Mən də qoşuldum ora. Hətta orada bir canlı yayın da açmışdım o vaxt. Bu video canlı yayınlandı yoxsa? Yox, o video mən çəkməmişəm. Sən başqası çəkmiş, sən tanımırsan. Tanımıram çəkəni. Nəsə orada hər kəsə Cəlal Şəngör soruşur sən nə oxuyursan, yəni hansı sahə üzrə təhsil alırsan, onlara cavab verirdi. Hətta orada öz sahəsindən birini tapmışdı. Cəlal Şəngör çox sevinmişdi. Ona bəzi xəritələr verdi və s. Yəni orada maraqlı söhbətlər var idi əslində.
Sonra mən də öz kitabımı imzalatmaq istədim. Kitabımı uzatdım. Mənə dedi adın nədir? Orada məşhur mən dedim Kamal. Dedi nə oxuyursan? Mən dedim ki, o vaxt 9-cu sinifdə idim. Elə tam bu arada qaldığım məqam idi. Dedim bəs belə ailəm tibb oxumağımı istəyir, mən işletmə istəyirəm. O dedi heç nə imzalamıram dedi. Onu mən niyə dediyini əslində onu başa düşmüşdüm. Çünki bilirəm ki, o tibb sahəsinə çox daha dəyər verir. Bəli. Mən də refleks olaraq dedim ki, zarafat edirəm. Orada zarafat və sair yox idi heç. Mən də refleks olaraq kitabı imzalasın deyə. Əlbəttə. Sonra kitabı imzaladı zaten və başladı mənə məsləhətlər verməyə. Dedi ki, məsələlərə gələk. tibb sahəsinin önəmindən danışdı mənə. Hətta belə deyim, əslində orada qısa danışdıq biz. Sonra bir tədbir daha oldu. Mən o tədbirdə daha dəqiq soruşdum Celal Şəngördən. Eyni Bakıda oldu tədbir. Dedim bəs siz niyə belə deyirsiniz? Çünki o video çox məşhur oldu və məndən ancaq soruşurdular ki, niyə belə dedi Celal Şəngör? Mən də dəqiq bir cavab verə bilmirdim. Yəni Celal Şəngör bunu kiçik gördü desəm, onun adından danışmış olaram. Yəni işletmə sahəsini daha kiçik görür desəm, onun adından danışmış olaram. Ona görə özündən soruşdu. Mənə dedi ki, bir baqqal dükanı işlətmək üçün diplomaya ehtiyacın yoxdur. Dedi mənim yoldaşım da işletmə qurtarıb. Ona görə deyirəm, dedi ki, sən əgər tibb oxuyacaq potensialın varsa, öz sahənin arxasında get. Sonra bunu biznesin çevirməsində də fərqli fikirlərin varsa, sonra bunu yerinə yetirə bilərsən. Yəni buna yaşın çatır, amma tibb oxumağın yaşı indidir. Yəni belə bir fikri var idi. Bu fikir də mənə çox məntiqli gəldi o an. O an çox məntiqli gəldi. Əslində çox da məntiqsiz bir fikir deyil. Sadəcə belə bir bir hissəsi məntiqsizdir məndə ki, baqqal dükanı işlətmək üçün işletmə oxumağa ehtiyac əlbəttə yoxdur. sizə O deyil, o düzdür. Doğru yəni deyirsiz. biznesdə isə baqqal dükanından ibarət Əlbəttə. deyil. Yəni elə baxmamaq lazımdır. Bəli. Sonra başqa sonra heç nə ailədə belə söhbətlər oldu. Sonra mən tibb sahəsində yönəldim. Amma 10-cu sinifdə fikrimi dəyişdim. Dedim heç olmasa tibblə işletməni biraz qarışdırım. Əczaçılıq biraz elə bir sahə idi. Belə əczaçılıq sahəsini seçdim. Bu video çox izləndi, dəhşət çox izləndi, gözləmədiyim qədər. Hətta video çəkiləndə videonu bir xanım çəkmişdi. Həmin gün gəldim evə, yatdım, səhər oyandım, qardaşım dedi ki, sən məşhur olmusan. Mən də inanmadım. Girdim TikToka, gördüm video çox izlənib həqiqətən. 200 mindən çox izlənmişdi. Dedim, yəni izləndi, bu qədər bitəcək də. Sonra türk səhifələri paylaşmağa başladı. Mizah səhifələri olsun, videoda Celal Şəngör var, onlar da xoşlayır mizahları. Video çox tanındı. Çoxlu cahil falan deyən bir İlber Ortaylı da o da. Bəli. Video çox tanındı, mənim çox izləyənlər oldu, çox yazanlar oldu. Əsasən türklər idi. Belə maraqlı bir dönəm idi, yəni o həmin il 2023. Amma hələ də bu videonu deyəndə bəzi insanlar şoka düşür ki, o videodakı sən idin. Çünki hələ də video insanların ağlına qalıb, yəni davamlı şəkildə paylaşılır deyə böyük ehtimalla. Kifayət qədər də bu tip videonun yayılması əslində dəyərlidir. Yəni mənim xoşuma gəlir ki, belə bir video var və biz onun üzərindən indi danışa bilirik. Birinci məsləhətdən danışmaq istəyirəm. Mənim öz təcrübələrimdə təxminən 26 yaşımda Polşada oxuduğum universitetdə bir şey öyrəndim. Məsləhət verməyin və məsləhət almağın ən pis şey olduğunu öyrəndim. Niyəsini indi izah edəcəm. Çünki biz məsləhət verdiyimiz zaman qarşı tərəfin şərtlərini bilmirik. Celal Şəngör misal üçün sizə bir məsləhət verib, amma şərtlərinizi bilmədən verib. Bir insanın şərtlərini yarım saat ərzində intervyu eləyərək, valideynlərin nə iş görür, sən necə bir adamsan, bunlarla bilmək olmaz. Bir insan şərtlərini ancaq özü bilə bilər, yəni siz bilə bilərsiniz. Və ona görə bir insana şərtlərini bilmədən ona məsləhət vermək biraz çətin məsələdir. Yəni düzgün deyil, verə bilməzsən, yaxşı məsləhət verə bilməzsən. Təcrübə bölüşmək olar. Celal Şəngör yəni deyə bilməz ki, mənim həyat yoldaşım bəs işletmə oxuyub, amma bir şey bilmir, yəqin belə deməyib başqa formada və sən baqqal dükanı işlətmək üçün işletmə oxumağına ehtiyac yoxdur. Bunu deyə bilməz, yoxdur deyə bilməz. Deyə bilər ki, mənim həyat yoldaşım işletmə oxumadan, misal üçün, indi baqqal dükanı işlədir. Bunu deyə bilər. Bu onun təcrübəsidir, həyat yoldaşının təcrübəsidir. Yəni adam öz təcrübəsini bölüşə bilər. Ümumiyyətlə yaşlılara bizim hörmət etməyimiz, onları dinləməyimizin səbəbi onların təcrübələridir əslində. Onların bizə dediyi sözlər, verdiyi məsləhətlər deyil, onların təcrübələridir. Biz onların təcrübələrinə baxıb öz şərtlərimizlə dəyərləndirib onun nəticəsində qərarı özümüz verməliyik. Yəni onların təcrübələrindən öyrənməliyik, amma bizə məsləhət verilməsi düz deyil. Yəni çünki dediyim kimi sənin içindəki işletməyə olan sevgini, biznesə olan sevgini, sənin bacarıqlarının hansı sahəyə yaxşı olduğunu bilə bilməz. Bəlkə siz
sən elmlə maraqlı bir adam deyil idin. Sadəcə təsadüfən həmin gün sənin dostun gələ bilməyib həmin tədbirə və bileti verib sənə ki, sən get. Məsəl üçün sən Cəlal Şəngörü tanımırsan, gedirsən ora. O isə düşünür ki, Kamal bu tədbirə gəlibsə, deməli elmlə əlaqəli bir adamdır və ona görə onu elmə yönləndirin. Bunlar biraz yanlışdır. Daha yaxşı olar ki, böyüklər bizlə təcrübələrini bölüşsünlər. Bu çox dəyərlidir. Yəni orada əslində biraz fikir bəli radikal fikirdir, yəni birbaşa ora yönləndirmək. Yəni mən də əslində öz süzgəcimdən keçirdim, fikirləşdim. Yəni tamamilə o deyə belə etdim deməyim doğru olmaz. Amma yəni ailənin təsiri var idi. Düşündüm xeyirlisi budur. Yəni zaten indiki sahəm də tamamilə elmi sahəsi deyil. Əczaçılıq müəyyən qədər bizneslə əlaqəlidir. Yəni burada dərman satış ilə məşğuluq biz. Belə. Əslində Cəlal Şəngör dediz yoldaşı işletmə oxuyub. Həqiqətən oxuyub yoldaşı. Mən sonra araşdırdım, özü də danışmışdım müsahidə. Məsələn deyir ki, mənim bütün pul məsələlərimi o həll edir. Deyir, mənim puldan başım çıxmır. Yəni əslində onun deməyindən belə çıxır ki, hər insanın bir sahəyə marağı var və müəyyən idarə etmə qabiliyyətləri var o sahədə. Ondan əlavə Cəlal Şəngör məsələn özünün bəzi videoları var ailəsi haqqında deyir. Deyir ki, məsələn mən filan şey, ailəm başqa şey istəyirdi. Mən dedim ki, bu sahəni seçəcəm. Getdim evdə dedim və dedim ki, mən pul qazana bilməyəcəm. Buna baxmayaraq mənə dəstək edilər. Dedilər, biz həyatda olduğumuz müddətcə sənin pula ehtiyacın olmayacaq. Sən get öz istədiyin sahəsinin arxasında et. Belə bir hekayəsi olan adam sonra gəlsin bir gəncə desin ki, sənin ailən onu istəyir, o yaxşıdır, ora get. Bu biraz mənə həqiqətən şok edici gəlmişdi. Ona görə amma düşünürəm ki, yəni onun da niyyəti təbii ki, xoşdur. O da istəyir ki, daha çox adam elmlə məşğul olsun və tibbin də nə qədər vacib olduğunu başa düşür və s. Yəni niyyətinin xoş olduğunu bilir, amma təəssüf ki, yaşlıların niyyətləri xoş olsa da bəzən bu formada gənclərə zərər verici fikirlərə yönəldirlər. Biz dəqiq bilmirik bu nə dərəcədə zərər vericidir, amma həyat göstərəcək. Bəli, həyat göstərəcək. Deməli bu Cəlal Şəngör məsələsini yavaş-yavaş yekunlaşdıraq. Bir dənə də mən bu məsələ ilə bağlı video çəkdim. Ondan haqqında da qısaca deyib sənin də fikirlərini almaq istəyirəm. Deməli mən videomun məğzi bir növ bu idi ki, işletmə oxuyan insanlar da cəmiyyətə həkimlər qədər faydalı ola bilərlər. Misal üçün adətən həkimlər və müəllimlər qəhrəmanlaşdırılırlar. Çünki birisi uşaqların tərbiyəsi ilə məşğul olur, digəri isə insan həyatı xilas edir, bəzən uşaqların həyatını xilas edir və bu insanlarda emosional bağlar yaradır və bu iki iş müqəddəs olaraq görülür. Amma əslində bütün işlər mənə görə müqəddəsdir. Bir xəstəxanada həkimin yaxşı fəaliyyət göstərə bilməyi üçün o əməliyyatxananın misal üçün yaxşı təmizlənməsi lazımdır. O əməliyyatxanada istifadə olunan cihazların texniki olaraq yaxşı baxışdan keçirilməsi lazımdır. Və bu da onu göstərir ki, əslində əgər bir insanın həyatı xilas olunursa, onu həkim baxmayaraq o çatdırılmanı həkim edir. Amma onun arxasında böyük bir əmək var. O aparaturanın texniki baxışını edən adam var, orada tibb bacısı var, o var. Bunu bəlkə biraz da belə oxşada bilərik ki, deyək ki, biz yemək sifarişi veririk və bizə yemək gəlir, çatır. Çatdıran adam, kuryer verir bizə yeməyi, biz xoşbəxt oluruq, ona minnətdar oluruq ki, super, vaxtında çatdın, yemək isti, hər şey yaxşı. Amma o yeməyi bişirən var, onu bişirilən yeri təmizləyən var, qablaşdıran var. Ondan əvvəl o ərzaqları istehsal edən alan var, istehsal edən var. Böyük bir proses var. Əslində biz onların hamısına minnətdarlıq edirik. Sadəcə biz son nəticə olaraq kuryeri gördüyümüzə görə kuryerə minnətdar oluruq. Eyni formada həkimlik də mənə görə biraz belədir. Və mən bir növ o videoda bunu tənqid eləmişdim ki, bir həkimin yaxşı işləyə bilməsi üçün işlətmələrin yaxşı işləməsinə ehtiyac var, bizneslərin yaxşı işləməsinə, xəstəxanaların yaxşı işləməsinə ehtiyac var və bunun üçün də biznes bilən, iş bilən adamlara ehtiyac var. Ona görə əgər bir gənc biznes oxumaq istəyirsə, həvəsi onadırsa, icazə verək, getsin, onu eləsin. Digəri həkimlik istəyirsə, ona da həkimliyə icazə verək. Yoxsa eyni zamanda dünyada belə adamlar da var ki, ailənin böyük bir mülkü var, böyük bir biznesi var və uşaq həkimlik oxumaq istəyir. Ona da həkimlik oxumağa icazə vermirlər. Deyirlər ki, yox, bəs bizim şirkət var, şirkətin başına kim keçəcək və məcbur onu göndərirlər maliyyə sahəsinə. Sən necə düşünürsən? Artıq bu videonun üzərindən müəyyən qədər vaxt keçib, artıq universitetdə də təhsil alırsan. Bu dövr ərzində fikirlərində nə dəyişiklik var? Ümumiyyətlə necə düşünürsən bu barədə? Açıq mən belə düşünürəm ki,
biznes sahəsi belə önəmlidir, amma Azərbaycanda biznes sahəsində təhsil almaq nə dərəcədə insan həyatını dəyişdirə bilər? Mənə görə o biraz mübahisəlidir. Mənim qardaşım Türkiyədə təhsil alıb, Uludağ Universitetində. Hansı universitet? Uludağ Universitetində, Bursada. İşletmə oxuyub o. Məsələn, onun həyatında müəyyən müsbət tərəfləri olub, cəhətləri olub, amma Azərbaycanda bu sahədə təhsil almağın mənə biraz mənasız gəldi açığı. Mən indi öz planımı deyim ki, mən Bəlində əczaçılıq təhsili alıram. Yəni biz də bu sahədəyik və burada müəyyən sahədə həm biznesdir, həm də biraz xidmət sahəsidir. Amma paralelində mən yenə bizneslə məşğul olacağam. Yəni çünki bunu etməliyəm, yəni belə deyim. Və əslində xəyalım odur ki, müəyyən sistemlər qurmaq və o sistemləri sonra düzgün şəkildə icra etmək, belə deyim. Məsələn, siz bayaq bir nümunə verdiniz ki, yemək qablaşdırılır, hazırlanır, kuryerə verilir və s. Məncə burada ən çox bizim minnətdar olacağımız şəxs ya da şəxslər o sistemi quran şəxsdir. Bütöv o sistemi quran şəxsdir. Çünki qalan insanlar tapıla bilər. Yəni siz kuryer tapa bilərsiniz, yemək hazırlayan adam tapa bilərsiniz, amma o sistemi qura biləcək şəxs tapmaq çox çətindir. O sistemi quran şəxs olmaq istəyirəm. Əlbəttə indi bu nümunədə deyirəm. Bu səbəbdən yəni indiki düşüncəm odur ki, öz sahəmdə irəliləmək, çünki öz sahəmdə marağım var, dərman sahəsinə də marağım var, dərmanlara da marağım var. Həmçinin paralelində yenə bizneslə məşğul olmaq planımdır, belə deyim. Sektor olaraq hansı sektorda fəaliyyət göstərmək istəyirsən? Biznes sektoru olaraq, elə dərman sektorunda, yoxsa daha çox maraqlı olduğun başqa sahələr var? Əslində dərman sektoru elədir ki, dərman sektorunda siz belə deyim, etik qaydalardan kənara çıxmamalısınız. Məhdudlaşırsınız müəyyən qədər. Reklam etməyiniz məhdudlaşır, hər şeyiniz məhdudlaşır. Əslində belə də olmalıdır məntiqlə. Çünki təsəvvür edin, bir dərmanı almaq bir xəstənin həyatını dəyişdirə bilər. Ona görə burada yəni endirim sözünü belə işlətmək olmur çox vaxt. Biraz məhdud bir sahədir və tibb sahəsi yəni bu normaldır. Dərman sahəsinin xaricində əslində mənim geyim sahəsinə marağım var. Qardaşım da bu sahədədir. Hələ ki bu iki sahə mənə maraqlı gəlir, belə deyim açığı. Yenə qida əlavələri olsun, vitaminlər, bunlara da marağım var, amma bunlar indi dərman sahəsinin içərisinə girir də, yəni ayırmıram. Belə, yəni hələ ki bunlara marağım var. Amma əlbəttə ki, yəni texnologiya ilə bağlı çox düşüncələrim var, amma açığı belə bir təhsilim ya da belə bir araşdırmalarım çox yoxdur. Xüsusən süni intellekt haqqında olsun və s. Amma ümid edirəm onlar haqqında özümü inkişaf etdirəcəm yəni. Bəs bu biznes düşüncəsi səndə necə formalaşıb? Necə olub ki, məsələn, sən o bayaq dediyim biznesi bir problemin həll edilməsi kimi görürsən, bu sistem qurmağı görə bilirsən və bu yaşının hələ az olmağına baxmayaraq sən bunu görə bilirsən. Məsələn, mən səndən indi demək olar eyni fikirdəyəm, amma mənim artıq 30 yaşım var. Ən tezdə bundan sadəcə 2-3 il əvvəl mən bunları başa düşdüyüm dövr olub. Yəni ondan əvvəl mən başa düşə bilmirdim. Biznesi bu formada görmürdüm. Sənin hətta 17 yaşın var, amma artıq bunları bu formada görə bilirsən. Nə səbəb olub ki, sən bu biznesi bu formada başa düşə bilibsən? Belə deyim, mən xüsusilə karantin vaxtı 2020-ci ildən etibarən ki, orada da yaşım az idi. Başladım biznes sahəsini araşdırmağa. O vaxt sosial mediada çox belə videolar var idi biznes sahəsi ilə bağlı. Amma o dönəm tamamilə fərqli fikirləşirdim. Düşünürdüm ki, biznes sahəsi çox asandır, ora girməliyəm, çox qazanırlar. Xüsusilə Amerikadan sosial mediada elə videolar gəldi ki, deyirdim ki, Amerikaya getsəm, həyatımı dəyişəcəm. Bu psixologiyadaydım. Amma sonra vaxt keçdikcə yenə araşdırmağa davam etdim. Həm Azərbaycan, həm Türkiyədə belə videolar çoxdur. İzləyənlərə də tövsiyə edirəm, baxsınlar. Xüsusilə bu işi görən adamlar. Verə bilərsən, şəxs adları verə bilərsən. Mən xüsusilə Turan Özbahçesini burada tövsiyə eləmək istəyirəm. Türkcə, amma Azərbaycanda fəaliyyət göstərir. Bir çox market şəbəkəsinin və sair idarə edilməsində mühüm rol oynayıb. Yəni onun bəzi videolarına baxanda mən belə deyim, heyrətlənirdim. Düşünün, yəni çox açıq danışır. Yəni bu sistemi qurdum dedi və satdım. Bu qədər sadə. Yəni sistemi, yəni etdiyi işin nə qədər dəyərli olduğunu görürdüm. Əslində mən həmişə uşaqlıqda belə biznesi tüccarlıq kimi görürdüm. Deyirdim ki, al və sat. Amma belə bir sahə deyil. Yəni bir problemi həll etmək cəmiyyətdə əslində çox müsbət təsir göstərir. Bu gün zaten bu cəmiyyətdə bunları görürük. Bəli. Yəni bu çox nümunə vermək olar. Vaxt itkisinin qarşısını alırlar və s. Yəni ümumiyyətlə demək istədiyim, yəni uşaqlıqda etdiyim araşdırmalar, həm ailə içində o gördüyüm insanlar, həm etdiyim araşdırmalar məsələn. Valideynlərim necə bizneslə məşğullar yoxsa başqa ixtisasdadır? Mənim atam əslində özü həkimdir, tibb təhsili alıb, stomatologiya sahəsində təhsil alıb, amma özü dərman sahəsində fəaliyyət göstərir. Yəni bir baxma bizneslə məşğuldur. Onun da təsiri olub. Eyni zamanda qardaşım da bəli. O biraz yenidir, amma onun da təsiri olub əlbəttə.